Bizim sualımız bütün Vəhhabilərə və Əhl-i-Sünnə qardaşlarınadır. Sualımız budur. Nə üçün Həzrəti Xədicə salamullah əleyhanın fəzilətini gizlədibsiniz? Ya sizlər gizlədibsiniz, ya da alimləriniz gizlədib. Deməli, Müslimdə 2431-ci hədis. Babın adı Həzrəti Xədicənin fəzilətləri babıdır. Orada birinci hədis yox, ikinci hədis, yəni 2431-ci hədisdə gəlib deyir ki, kişilərdən kamil olan çoxdur, yəni çoxları kamil olub, amma xanımlardan kamil olanlar yalnız bunlardır. 2 nəfər xanımın adını deyir, amma Xədicə xanımın adı yoxdur. Bu necə babdır? Siz təsəvvür edirsiniz. Bir dənə bab açıb adını qoyub Həzrəti Xədicənin fəzilətləri babı, hədis gətirib, amma Həzrəti Xədicənin adı yoxdur. Halbuki eyni ilə həmən hədisi, həmən ravidən nəql olunan, Əbu Musa Əşəridən nəql olunan hədisi Təbəri öz kitabında gətirib, təfsir kitabında və orada Xədicə salamullah əleyhanın adı var. Buxaridə də eyni ilə bu hədis gəlib və Həzrət Xədicənin adı yoxdur. Sualımız budur. Nə üçün Buxaridə, Müslimdə Həzrəti Xədicənin adını siliblər?